Salamlayıram hər kəsi. Bu videomuzda mən sizə isimlərin morfoloji və semantik xüsusiyyətlərini haqqındakı dərsi izah edəcəm. Deməli, isimlər bölünürlər. Birinci xüsusi isimlər, yəni proper nouns və ümumi isimlər common nouns. Proper nouns'u ayırt etmək asandır. Yəni bizdəki kimi böyük hərflə yazılan sözlər testdə sizə xüsusi bu daha testlərdə çox da rast gəlmədiyimiz, yəni indiyənə qədər qəbul suallarına çox da rast gəlinməyən bir sualdır. Yəni çünki bunu seçmək daha rahatdır. Böyük hərflə yazılanı verir testdə, deyir ki, xüsusi isimləri seçin, oradan seçmək rahatdır. Ümumi isimlər isə həmişə kimi kiçik hərflə yazılır. Yəni cəmdə işlənə bilirlər, rəqəm işlədə bilirik qarşısında. Yaxud da ki, artikl işlədə bilirik. Amma xüsusi isimlərin qabı həmişə böyüklə yazılır, cəmlənə bilmirlər onlar. Rəqəm işlədə bilmərik qarşısında, artikl da qəbul edə bilmir. Ümumi isimlər, common nouns, öz növbələrində iki yerə bölünürlər. Sayıla bilən və sayıla bilməyən isimlər. Sayıla bilən isimlər countable nouns. Sayıla bilməyən isimlər uncountable nouns. Sayıla bilən isimlər və sayıla bilməyən isimləri mən burada cədvəl şəklində düzəldəcəm və sizə onun fərqlərini C hərfi ilə işarə elədiyim sayıla bilən countable'lar, yazaq aydın olsun. Bu isə sayılmayan isimlər. Sayılan isimlər həm təkdə, həm də cəmdə ola bilirlər. Tək və cəm olur. Qabağında, yəni əvvəlində artikl işlənə bilər. Yəni təkdə olduğu halda qabağında artikl işlədə bilərik. Qabağında, əvvəlində ən azı əvəzliyi, quantifier'ı, bunlar sayıla bilən tək isimlərlə işləndiyinə görə biz sayılan isimlərin əvvəlində işlədə bilərik. Qabağında, əvvəlində rəqəm işlədə bilərik. Əvvəlində many, a few, few, few'nun bütün törəmələri, yəni only few, very few, a number of, the number of, several kimi təyin, yəni quantifier'ı işlədə bilirik əvvəldə. Və bunlardan sonra many, a few, few, several, yəni bu quantifier'lardan sonra təbii ki, isim cəmlənəcək. A few ilə few'nun fərqinə gələndə, a few bunu quantifier mövzusunda daha geniş izah edəcəm, amma burada deyim, a few ilə few'nun fərqi ondadır ki, a few artikl'la olan isə kifayət qədərdir, bizə bəs edəcək qədər, kifayət qədər. Few isə kifayət etmir, yəni bəs etmir, kifayət qədər deyil, azdır, biraz az. Yəni, şagirdlərimə mən dərs izahında belə deyirəm, rahat olsun deyə. Qabağında artikl varsa, bu müsbət bir şeydir, bəs edir bizə. Qabağında artikl yoxsa, bizə bəs etmir. İndi onun nümunələrlə izah edəcəm. Keçək sayılmayan isimlərin xüsusiyyətlərinə. Həmişə təkdə olur. Heç vaxt cəmlənmir. Sayılmadığına görə cəmlənə bilməz. Artiklsız işlənir, yəni qeyri-müəyyən artikl. Əvvəlində many'nin sinonimi much işlənəcək, çoxlu demək istəyiriksə. A few'un sinonimi a little işlənəcək, few'nun sinonimi little işlənəcək. Əvvəlində. Burada mən qeyd etmədim, çünki bu hər ikisinə aiddir. A lot of, some, any kimi quantifier'lar hər ikisində işlənəcək. Əgər sayılan isimlərlə işlənirsə, cəmlənəcək. Sayılmayan isimlərlə işlənirsə, təkdə olacaq həmişə. A little ilə little-ın da fərqi yenə a few ilə few'nun fərqi kimidir. Əgər bir şey kifayət qədər deyilsə, kifayət qədərdirsə a little, sayılmayan isimlərdən söhbət gedir. Azdırsa, bəs etmirsə little işlədəcəyik. Məsələn, belə bir nümunə verəcəm.
She moved to a new city, but she has a few friends. O yeni bir şəhərə köçüb, amma kifayət qədər dostu var. Yəni bu qısa vaxt ərzində ona yetəcək qədər dostu var. Amma belə desəm ki, she has studied with us for 2 years, but she has few friends. 2 ildir ki bizlə oxuyur, amma az dostu var. Yəni bəs deyil, azdır, kifayət qədər deyil. Gəldik indi a little-dan little-a fərqinə. Burada necə olacaq? Təsəvvürünüzə gətirin ki, şagirdlərə həmişə belə izah edirəm. Təsəvvürünüzə gətirin ki, siz dostunuzdan məktəbdə getmişsiniz, yəni sizdən su istəyir məsələn. Deyirsən ki, I have a little water. Mənim biraz suyum var. Yəni bu su ikimizə də bəs edəcək. Kifayət qədər suyum var. İkimizə bəs edəcək qədər. Amma desəz ki, I have little water. Mənim suyum azdır. Yəni yalnızca mənə bəsir. Kifayət qədər deyil. Biz onda little-dan istifadə edirik. Bir də deyirəm, əgər article varsa müsbət bir şeydən danışılır, article-dırsa mənfi bir şeydən danışılır. O formada yadınızda saxlayın. Gəldik. Nələrə biz sayılmayan isimlər deyirik? Mayələr, yemək adları, elm adları. Bu sadəcə onun siyahısını nələrə deyiriksə, sayıla bilməyən deyə biliriksə, onların təsnifatını yadınızda saxlasanız kifayətdir. Yəni mayələr, mücərrəd isimlər, yeyinti məhsulları, təbiət hadisələri, idman və oyunlar, elm adları, xəstəliklər, dillər. Yəni bunlar sayılmayan isimlərdirlər. Siz bunları yadınıza saxlasanız təsnifatını sizə daha rahat olacaq testdə onu tapmaq. İndi isə bəzən görünüşünə görə bizim dilə tərcümə eləyəndə şagirdləri çaşdıracaq bəzi sözlər var ki, onlar sayılıb sayılmayan olması haqqında sizə çaşdıra biləcək sözlər var. Məsələn, bread, çörək. İngilis dilində bread sayılmaz. Bunların mütləq siyahısını şagird əzbər bilməlidir. Cheese, pendir və yaxud da. Bunlar sayıla bilənə oxşuyur, amma sayılmayan isimlərdir. Məsələn, furniture. Yenə, mebel sayılmaz. Çox qəribə bir şəkildə biz stulu ayrıca saya bilirik, amma ümumiləşdirib mebel formasında deyəndə o isim sayılmaz. Biz nə vaxt onu article-la işlədə bilərik? Bundan sonra bir dənə də isim varsa, məsələn, furniture-ni saya bilmərik, qabağına article qoya bilmərik. Amma mebel mağazası deyəndə yadınızda saxlayın. İsim üstəgəl isim olanda həmişə article-da xəbərdə sondakı isimlə uzlaşır. Yəni shop sayıldığına görə qabağında article verə bilirik bunu. Sonra gəldik. Sözlər, bəzi sözlər var ki, həm sayılan isimdir, mənalarından asılı olaraq, dəyişməyin asılı olaraq həm sayılan isimlərdir, həm də sayılmayan isimlərdir. Nələr də olar? Məsələn, job işdir, sayırıq, sayılan isimdir. Work da işdir, amma sayılmayan isimdir. Wood meşə mənasında sayılır. Amma materiallar, yəni dedik bayaq ki, materiallar sayılmır. Odun mənasında sayılmır. Sayılmayan isimdir. Sayılmayan isim. Və biz dedik ki, sayılmayan isimlərin qabağında heç bir halda article işlənməz. Bayaq qeyd elədiyim bir nümunədə isim üstəgəl isim formasında söz birləşmələrində işlədə bilirik. Bir də onları biz sayılmayan isimləri ölçü vahidləri ilə işlədə bilirik. Məsələn, bayaq bread sözünü yazdım və dedim ki, bread sayılmayan isimdir. Amma
və artikel işlədə bilmərəm ondan. Amma mən bir dilim çörək desəm, dilim sayıldığına görə qabağında artikel işlədirik. Deməli, isim üstəgəl isim ifadələrinin sondakı sözə baxırıq. Oflu ifadələrdə, yəni of varsa, onda ofdan qabaqki sözə baxırıq. Bizim xəbərimiz də bununla uzlaşır, artiklı da onunla uzlaşdırırıq. Məsələn, deyirəm ki, tea mayedir, mayələr saymırıq, çay qabağında artikl işlədə bilmərik. Amma bir fincan çay deyəndə oflu ifadədir. Baxıram, qabağındakı söz sayıldığına görə artiklı da yerləşdirə bilirəm. Çünki o isim sayılan isimlərin qabağında biz artikl işlədə bilirik. Sonra bayaqki isimlərə nümunəni gətirim.